Excel cədvəl redaktorudur. Excel-də həmişə yadında saxla ki, susma halında, yəni mən cədvəl redaktoruna heç bir ad verməmişəmsə, o zaman mənim fayl sənədimin adı olacaq book 1. Book 1 yazılacaq. Daha sonra fayl hissəsi eynilə Word-dəki kimidir. Yəni burada da save var, save as var. Daha sonra print var, eyni formadadır. Home hissəsi də gördüyün kimi Word-ə oxşayır. Sadəcə olaraq Word-dən fərqi budur ki, burada nə var? Burada filtr hissəsi var. Daha sonra burada var, xanaların tipləri var. Bax, xanaların tipləri bax bunlardır. Bu nə deməkdir? Bu general var. Mən xanaya müxtəlif fərqli tiplərdə yazılar daxil edə bilərəm. Yazılar daxil etmək, yəni tarix daxil edə bilərəm, saatı daxil edə bilərəm, number, rəqəm daxil edə bilərəm, daha sonra pul vahidi daxil edə bilərəm, sonra burada da yenə data tarixi daxil edə bilərik, sonra faiz daxil edə bilərik, kəsrlə ədəd daxil edə bilərik. Bunları işlədikcə artıq öyrənəcəksən. Demək, hal-hazırda gördüyün bu qıraqlar çərçivə almış hissəyə bunların deyirik aktiv xana. Xana nədir? Xana sətir və sütunun kəsişməsindən əmələ gəlir. Bizdə burada sütunlar, yadında saxla ki, latın əlifbasının baş hərfləri ilə göstərilir. Yəni A-dan başlayıb ta bu gedəcək. Mən burada yazsam ki, adlarla bax, ən sonuncu bizim sütunumuzun adı bax XFD-dir. Ən sonuncu bax budur. XFD-dir. Ən birinci sütunumuzun isə adı ən birincisi adı. Bax, bunu necə ən birinci, ən axırıncıya keçdim. Hər hansı bir xananın üzərinə vurub, sütunun üzərinə vuranda, məsələn, bax, mən Ctrl N-i vuranda keçirəm ən sonuncuya, Ctrl N-i vuranda. Ctrl Home-u vuranda isə keçirəm burada isə ən axırıncıya. Demək, Ctrl N vuranda, N nə deməkdir? Sətrin sonuna, Home-dakı əvvələ keçməkdir. Ancaq aşağı gedəndə isə burada necə? Sətirləri isə bizdə işarə olunub rəqəmlərlə. Bax, yadında saxla, hərflərlə qeyd olunan bunlar bizim sütunlarımızdır. Rəqəmlərlə qeyd olunanlar isə bunlar isə sətirlərimizdir. Sətir və sütunların ikisinin kəsişməsinə biz deyirik nə? Deyirik ünvan, yəni xana. Bizdə burada 3 dənə ünvan var. Hansı ünvanlar var? Nisbi ünvan var, mütləq ünvan var, bir də var qarışıq ünvan. Bunlar hansılardır? Demək, var nisbi ünvan, daha sonra qarışıq ünvan, daha sonra isə var mütləq ünvan. Bax, bunlar nə deməkdir? Yadında saxla, nisbi ünvan hal-hazırda, bax, Excel-i görürsən. Bax, məsələn, mən bu xananın üzərini seçmişəm. Bax, bu hissəyə fikir ver. Bax, burada nə yazılır? B2. Həmişə ünvanın adında, yadında saxla, birinci sütunun adı yazılır, yəni hərf yazılır. İkinci sətrin adı yazılır. Nisbi ünvanda, mən bunu qeyd edirəm burada B2 kimi. B2 nisbi ünvandır. Yəni sətir, sütun, daha sonra sətir. Və yaxud da bax, buraya yaza bilərəm CD 15. Bax, bu CD sənin sütunundur, 15 də sənin sətrindir. Demək, nisbi ünvanda necə olacaq? Sadəcə olaraq sətir və sütunun adı olur. Heç bir başqa digər element olmur. Yadında saxla ki, ünvanın adı necə səhv ola bilər? Sən götürüb burada 2B yaza bilməzsən. Və yaxud da 1A5 yaza bilməzsən. Belə bir ünvan yoxdur. Məsələn, A15 yazmaq istəyirəmsə, bunu bu formada yazacağım. Daha biri əvvələ, bir digərini axıra ata bilmərəm. Mütləq birinci yadında saxla, birinci sütunun adı gəlməlidir, daha sonra sətrin adı gəlməlidir. Yəni, birinci hərf, sonra isə rəqəm gəlməlidir. Qarışıq ünvan nə deməkdir? Qarışıq ünvan bizdə dollar işarəsi var. Bu
həm sətri, həm də sütunu dondurmaq üçündür. Qarışıq ünvanda ya sətrin, ya da sütunun qarşısında, ikisindən birinin qarşısında bu dollar işarəsi yerləşir. Ya dollar B2 yaza bilərik, ya da B dollar 2 yaza bilərik. Amma nə yaza bilmərik? Mən yaza bilmərəm B2 dollar. Bax, bu olmaz. Yadına saxla. Bax, bunlar da yanlışdır, bu da yanlışdır, belə bir olmaz. Məsələn, səndə tez-tez soruşar ki, bax ki, tap ki, hansı ünvan səhvdir? Səhv olanda nəyə baxıram? Bax, fikir verməliyəm ki, birinci rəqəm gəlməsin. Fikir verməliyəm ki, ən sonda dollar işarəsi gəlməsin. Bu qarışıq ünvandır. Mütləq ünvansa o deməkdir ki, həm sətrin, bax, qarışıqda gördün, bax, bir dəfə sütunun qarşısına dollar işarəsi qoydum. Bir dəfə də sətrin qarşısına qoydum. Amma mütləq ünvanda isə həm sütunun, həm də sətrin hər ikisinin də qarşısına mütləq mən dollar işarəsi qoymalıyam. Yəni ikisindən birinə qoyub birinə qoymayanda o olur qarışıq. Qarışıq nə deməkdir? Birində var, birində yoxdur. Amma mütləq ünvan isə hər ikisində var. Nisbi ünvanda isə dollar işarəsi, yəni qətiyyən istifadə etmək olmaz. Aydındır buracan? Başa düşdün bunu? Burada danış səsin gələcək. Başa düşdün? Bəli, başa düşdüm. Daha sonra bizdə var diapazon. Diapazon nə deməkdir? Bax, diapazon yadında saxla. Bax, diapazon. Diapazon yadına saxla ki, qoşa nöqtə ilə göstərilir. Bax, bölmə. Bizə göstərilir dropla, vurma işarəsi göstərilir ulduz işarəsi ilə, bölmə isə göstərilir nə ilə? Dropla göstərilir. Diapazonda isə qoşa nöqtə olur. Diapazon nə deməkdir? Diapazon o demək ki, mən istənilən bir neçə xananı seçirəm. Bax, bir neçə xananı seçib, bax, onları birləşdirirəm. Birləşdirmək deyəndə onlar hamısı bir xana kimi nəzərdə tutmur. Sadəcə bir neçə xananın, iki və daha artıq bir xananın birləşməsi deməkdir. Bax, bu diapazondur. Diapazon həmişə bax necə yazılır? Diapazon yazanda bircə ən yuxarı sol tərəfdəki, bax, bu yuxarı soldakı xana, bir də aşağı sağdakı xananın ünvanları yazılır. Bax, yuxarı soldakı xananın ünvanı nədir? Bunun ünvanı C1-dir. Yəni, bu olacaq C1. Daha sonra qoşa nöqtə. Ən aşağı sağdakı xananın da ünvanı neçədir? Y8. Bu olacaq Y8. Bax, bu diapazondur. Mənim diapazonum necə olacaq? C1, Y8. Və yaxud da başqa bir xananın, yəni diapazon açsam, bax, bu diapazonun ünvanını deyə bilərsənmi? Diapazon necə yazılacaq? Həmişə nə edirsən? Birinci yuxarı soldakı xananın adını deyirsən, bir də aşağı sağdakı xananın adını deyirsən. Necə olacaq indi? Yuxarı soldakı xananın adı, ünvanı nədir? J2. Ay, sağ ol. J2, sonra qoşa nöqtə, diapazon olduğunu göstərir. Sonra P21. 21. Bəli, P21. Aydındır? Bax, bu diapazondur. İndi məndən soruşar ki, sən bax, yadında saxla. Məsələn, yazmışam ki, bura A1, B5. Bax, bu diapazondur. Amma belə də görə bilərsən. A1, nöqtəli virgül B5. Bax, A1, B5 nə deməkdir? Yəni, A1-dən B5-ə qədər olan xanalar. A1-dən B5-ə qədər olan xanalar hansılardır? Bax, A1-dən B5-ə qədər. Bax, bu A1, B5-də haradadır? Bax, B5-də buradadır. Bax, bu hissəni istəyir mənə. Bax, bu hissə. Düzdür? Bax, bu hissənin olan hansılardır? A1, A2, A3, A4, A5, həm də B1, B2, B3, B4, B5. Demək, bura aid olan xanalar hansılardır? A1, A2, A3, A4, A5, daha sonra B1, B2, B3, B4 və B5. Düzdür? Bunlar bax diapazon. Amma ki, bu yazılışda nə deməkdir? Təkcə burada götürürsən A1-i, bir də B5-i. Yadında saxla, qoşa nöqtə varsa A1-dən B5-ə qədər həmin o aralıqda olan bütün xanaları götürürsən. Nöqtəli vergül olanda isə birbaşa xanaların özünü götürəcəksən. Aydındır? Bəli. Bizdə bəzən deyir ki, diapazonda neçə dənə xana var? Bu diapazonda xana olduğunu necə yazırıq?
Məsəl üçün yazmışam bura B3, daha sonra D9. Deyir ki, bizdə B3-dən B9-a qədər bu diapazonda neçə xana var? Bax, bu neçə xana olduğunu necə tapırsan? Bax, bunu tapmaq üçün, xanaların sayını tapmaq üçün həmişə biz sütunların sayını vururuq sətirlərin sayına. Bax, birinci mən tapmalıyam, mənim neçə dənə burada sütunum var. Sütunum hansıdır? B-dən D-yə, düzdür? B-dən D-yə necə yazılır hərf olaraq? B, C, D. Bax, ardıcılıqla gedir. Bu əlifba kimi A, B, C, D, Y, F, G, F, müəyyən sayı qədər bilsən kifayətdir. Bax, B-dən D-yə nədir? B, C, D. Sətirlərimiz isə, sətirlər tapanda həmişə nə edirsən? Böyük rəqəmlə kiçik rəqəm çıxıb üstünə 1 gəlsən. 9-dan 3 çıxıb üstünə gələcəksən 1-i. 9-dan 3 çıxanda 6, bir dəqiqə çıxmayı deyib üstə gəl yazdıq ki. 9-dan 3 çıxanda 6, 6-nın da üstünə 1 gələndə 7. Demək, 7 dənə sətrim, sütunum da nə qədərdir? 3 dənə. Demək, mən 7-ni vuracam 3-ə, eləyəcək neçə? 21 xana. Aydındır? Amma bir dənə şey var. 9 orada hardan çıxdı? Yəni onu necə elədik? 9 deyə bu 9-dur. D-nin 9-u, B-nin 3-ü. Hə, bildim. 9-dan 3 çıxdın, 1 gəlsən. Üstünə 1 gəlsən ki, özü ora daxil olsun. Aydındır burası? Bəli. Diapazon. Aha, əla. Sonra bizə əsas məsələ indi burada sürüşdürmələrdir. Bax, sürüşdürmələrdə necə sürüşdürüm? Məsəl üçün, mən yazmışam bura A1 xanasına, yazmışam ki, bax, bu bərabər işarəsi nədir? Bu bərabərdir deyil, bu bərabər işarəsi bizdə düsturu göstərir. Mən düstur göstərir. Düstur nə demək? Düstur hesablamadır. Məsəl üçün, mən yazsam ki, bura, bax, 5 üstə gəlsin 3, mən cavabı tapmayacam. Bax, bura yazaq. Yazıram ki, bura 5 üstə gəlsin 3. Yazmışam, hə. Enteri vuracam, elə 5 üstə gəl 3 kimi qalacaq. Bax, 5 üstə gəl 3 kimi qaldı. Heç bir qiyməti mənə vermədi, düzdür? Amma mən gəlib yazsam ki, bərabərdir 5 üstə gəl 3. İndi enteri vursam cavabı 8 çıxacaq. Yadında saxla, Excel-də hər hansı bir hesablamanın dəyərinin qiymətini bilmək istəyirsənsə, onun qabağını üstə gəl bərabər qoymalısan. Mən gəlib indi burada 5 üstə gəl 3 var ha. Bunun qabağına gətirib bax burada bərabər qoysam, bax bərabər. İndi enteri vursam bax qiymət tapacaq. Aydındır? Qiyməti bilmək üçün vurma. İndi bax, məsəl üçün, mən bura yazmışam nə? Qoy bir dənə bunu silək. Tutaq ki, A1 xanasına yazmışam 6, daha sonra 8. Aşağı düşəndə oxlarla düşürəm. Məsəl üçün, 4, sonra 9, 7, burada yazıram, qoy olsun, 5 yazmışam. İndi mən istəyirəm ki, bax, nə istəyirəm? Gəlim, məsəl üçün, D3 xanasında 6 ilə 9-u toplayım da. 6 ilə 9-u necə toplayıram? Bax, bərabər qoyuram. Gəlirəm, bax, 6-nın üzərinə vururam. Avtomatik görürsən, qırıq-qırıq xət oldu. Bu nə deməkdir? Yəni, A1 xanasını seçdim. Üstə gəl. 9-u da gəlirəm, üzərinə vururam. Bax, birbaşa üzərinə vuranda. Bax, görsən, xanaların ünvanları yazıldı. Ünvanlar, bax, bu hissədə də yazıldı. Bax, funksiya hissəsində. Görsən, yazılıb A1 üstə gəlsin B3. Çünki 6 A1-də yazılmışdı. 9 da yazıldı. Harada yazılıb? B3-də. A1 üstünə B3 gələndə neçə eləyir? 6 üstünə 9 gələndə eləyir 15. Yəni, mən burada enter düyməsini vursam, 15 mənə göstərəcək. Aydındır? İndi mən istəyirəm ki, yaxşı, bunların hamısı ümumi diapazon var. Baba, bu diapazonun xanalarının cəmini istəyirəm də, ümumi qiyməti istəyirəm. Oturub mən bir-bir də bərabərdir qoyub yazmayacam ki, A1 üstə gəl A2, üstə gəl A3, üstə gəl B1, B2, B3. Bunun üçün edirik. Bizdə sum deyilən bir funksiya var. Sum funksiyası vermiş aralığı, vermiş qiymətlərin cəmini tapır. Bax, sumu seçdim. Gəlirəm burada A1-dən B3-ə qədər olan hissəni seçdim. Bax, görsən, özü avtomatik yazdı. A1 qoşan nöqtə B3. Həmin bu diapazonu göstərdi. Bundan sonra enter düyməsini vuranda buradakı qiymətlər, ümumi cəmi mənə verir ki, cəmi neçəymiş? 39-dur. Hazır burada sən onun da düsturunu verir ki, sən bu 39-u hardan almışsan? 39-u mən hardan aldım?
Bax 39-un bax 15-in üzərinə gələn kimi 15-də hesablanan düstur yazıldı burada. Gördün? A1 üstə gəl B3. 39-un üzərinə vuran kimi yazıldı sum A1-dən B3-ə qədər olan qiymətlərin cəmi. Aydındırmı bu hissə? Bəli. Aha, əla. Yaxşı. Gəldik biz nəyə? Sürüşdürməyə. Sürüşdürmə nə deməkdir? Məsələn, mən burada xana yazmışam da, düzdür? Bax bu xana. Bax bu xananın 39-u silək burada. Bax 15 yazmamışam mı? Mən istəyirəm ki 15-i bax aşağı tutub dartıb gətirsəm aşağı, bax bir xana aşağı gətirsəm, əlimi çəksəm olacaq nə? 8. Bax 8 hardan da baxdım. Bax 15-də nəyi tapmışam? A1 üstə B3 gəlmişəm. Amma 8-də nəyi tapmışam? A2-nin üstə B4-ə gəlmişəm. Görsən, bax dəyişdi. Bax özü mən avtomatik hesabladım, bu qiymət dəyişdi burada. Qiymət necə dəyişir? Bax fikir ver. Sürüşdürmədə, məsəl üçün mən A1 xanasına yazmışam ki, B dollar 4 üstə gəlsin C 3 üstə gəl 2. Deyirəm ki, A1-dən bunu sürüşdür B4-ə. Bax B4-ə apar. Bax B4-ə. Demək A1-dən B4-ə sürüşdür. Bax, A1-dən B4-ə sürüşdür deyəndə, bax, neynirsən? Bax, fikir ver burada. Bizdə sütunlar necədir? Bax, sütunlar belə ardıcıldır da. A, B, C, D, onun formadadır. Bax, demək, mən eləmişəm. Mən A-dan getmişəm B-yə. Bax, A-dan B-yə getmək. Neçə sütun sağa sola getməkdir? A-dan B-yə getmək. Bax, A-da olmuşam, getmişəm B-yə. Bir sütun sağa gedəcəm. Düzdür? Demək, o demək ki, mən bir sütun sağa gedəcəm. Həmçində 1-dən 4-ə getməksə nə deməkdir? 3 xanada aşağı gələcəm. Yəni, mənim sətirlərimin sayı 3 dənə artacaq, 3 vahid. Amma sütunlarımın sayı isə bir sütun sağa gedəcək. Düzdür? İndi burada fikir ver. Bax, nəyin qabağında dollar varsa ona əl vurmursan. Bax, burada B var. B-nin qabağında dollar var, yox. Əgər mən A-dan B-yə gedib bir sütun sağa sürüşdürmüşəmsə, B-dən də bir sütun sağa sürüşdürməliyəm. B-dən sonra gələn hansı sütun olacaq? B-dən sonra nə gəlir? Hərflərdə. C. Aysa. B olacaq nə? C. Mən 4-ü də 3 vahid əslində artırmalıyam. Çünki 1-dən 4-ə getmişəm, 3 vahid artıbsa, demək bu 4 3 vahid artmalı. Amma bunun qabağında dollar varsa, bu dollar bizə icazə vermir ki, mən bu 4-ü dəyişim. Dollar nəyin qabağında varsa, onu donub saxlayıb. Sonra üstə gəl. Bax, C-dən də neyniyəcəm? C-nin qabağında dollar olmadığı üçün C-ni də bir xana sağa sürüşdürəcəm. C-dən sonra hansı xana gəlirdi? Hansı sütun gəlirdi? D sütunu. Aysa. Bu olacaq D. 3 dəyişəcək, dəyişməyəcək. 3 dəyişəcək. Dəyişim neçə olacaq? 3-dürsə, üstünə 3-ü də gələcək. 3 gələcək. Olacaq 6. 6. Düzdür? Üstə gəlinsin. Bax, bu sabitdir. Bu, görsən, ünvan deyil də. Düzdür? Adi olaraq rəqəmdir də. Həmişə bizə sürüşdürmədə ünvanlar dəyişir. Adi rəqəm dəyişməyəcək. Ona görə bu da qalacaq 2. Aydındırmı bu hissə? Bəli. Bir dənəsini də yazıram. Bax. Yazmışam ki, B 5-də belə bir düstur verilib. Deyir, dollar F dollar F 8 üstə gəlsin. Dollar B dollar 10 üstə gəl. C dollar 9 üstə gəl 5. Deyir B5-dən bunu apar C 3-ə. Necə apararıq? Bax, bir dənə birinci sən müəyyən elə. Bax, bunu sən deyəcəksən, o mən yazacağam. Səhv olanda kömək eləyəcəm. Bax, necə dəyişib? B-dən C-yə gedibsə, neyniyib bu? Bir sütun dəyişib. Hara? Sağa, sola. Sağa. Bir sütun sağa gedəcəm. Bəs 5-dən 3-ə gedən zaman nə olacaq? 5-dən 3-ə gəlir. Bu neyir? 5-dən 3-ə çıxıb üstünə 1 gələcəm.
Yox, 5-dən 3-ə qalxıb da. Rəqəm olaraq necə dəyişib? 5-dən 3-ə gedibsə. 2 dəfə azalıb. 2 vahid dəfə yoxdur. 2 vahid azalıb. Düzdür? İndi yaxşı. İndi gəl keçdik bura. Bax, birinci bax sətirlərvi ayrı, sütunlarvi ayrı apar. Bax, sətirlərvi bunundur. Ayrı. Hə. İndi bu necə olacaq? Bax, birinci bu dollar F8 necə dəyişəcək? Bu verilən artıq Dəyişməyəcək, qabağında dollar var deyə. nə dəyişməyəcək? F8. Niyə? Yox, 8 dəyişəcək. Çünki 8-in qabağında dollar yoxdur ya. Hə. Təkcə F-in qabağında var. F Dollar dəyişməyəcək. F 8 dəyişib nə olacaq? Bax, burada 5-dən 3-ə gəlibsə 2 vahid azalıbsa, demək bu 8 də 2 vahid yuxarı qalxıb. 6. Bu da olacaq 10 olacaq. üstə gəl. Bəs bunlar dollar 1, dollar 10. Onda ikisi də dəyişməyəcək. Elə dollar və dollar 10 yazılır. Niyə dəyişmədi? Səbəbini də deyək. Çünki qabağında dollar var. Dollar olanda dəyişmir. Sütunun qabağında dollar şərisi olduğu üçün heç bir dəyişmədi. Üstə gəl. Ondan sonra üstə gələk. C-nin qabağında dollar var. Yoxdur. Qabağına bax. Sonrasına bax. Hə, 9-dan sonra dollar var. 9 dəyişməyəcək, amma C dəyişəcək onda. Necə olacaq? Bir sütun gedəcək. Aha. Gedən nə olacaq? D. Nə? D. Ay, sağ ol. D. Sonra? Dollar 9. Aferin. Sonra üstə gəl nə? Üstə gələk 5. Aferin. Bu həmişə bu təklərlə rəqəmlərin işiniz olmasın. Ünvan deyil bu. Aydındır? Bəli. Bir dənəsində qeyd yazaq. Bu bir dənə testin üzərindən. Bu əlavə verəcəm. Görək, yaxşı. Deyirəm ki, bir də əsasları yaxşı öyrən bu dərsdə. A1-də belə bir düstur yazılıb. Deyir, dollar F, dollar 1, üstə gəl, dollar C6, üstə gəl, Y, dollar 3, üstə gəl, 5. Deyir, bunu deyirəm, dəyiş. C 10-a. Necə dəyişərsən? Deməli, A-dan C-yə keçəndə 2 dənə sütun keçib. Birdən ona da 9 vahid olub. Doğru var, neyniyib? Olub deyəndə necə? 9 vahid artıb. Ondan sonra o da ondan sonra deməli dollar F dollar 1 qalacaq. Niyə? Çünki qarşısında dollar olanda dəyişmir heç bir şey. Sonra üstə gələk yenə dollar C. Amma 6 dəyişəcək. Neçə olacaq? 6'nın üstünə 9 gələcək. 15. Sonra üstə gələk. E də dəyişəcək 2 sütun. Onda da A, B, C, D, E, F, ondan sonra G. G, onda G olacaq. G dollar 3. Yenə dollar var deyil, 3 dəyişməyəcək. Sonra üstə gələk B 5 qalır da ünvan olduğu üçün. Ünvan niyə dəyişmirsən ki? O da ünvandır, onu da dəyiş də. Dəyişəcək. Bəli. Onda B də 2 sətir dəyişəcək. E B nə olacaq? B E Niyə? Bax necə idi? A, B, C, D, 2 dəfə E, F, G. Bax, B-dən 2 dənə gedəndə hara gedirəm? D-yə. D-yə. D neçə? Çox səhv. 5 də onda dəyişsə 14 olacaq. Bəli, oldu.
Çünki bax, mən burada, bura fikir ver, burada 2-dir, təkcədir, sabitdir, ədəddir. Amma bu ünvandır axı. Ona görə dəyişəcək. Aydındır? Bəli. Yaxşı, bu bir dənəsini yazaq. Deyirəm ki, B3 xanasına yazılıb C dollar 3 vurulsun, bu ulduz vurulsun deyə. Dollar Y5 üstə gəlsin 2. Deyirəm ki, bunu apar Y6-ya. Deməli B-dən Y-yə A, B, C, D, Y 3 dənə dəyişir də. Hə, deməli 3-dən 6-ya da 3 vahid artıb. Ondan sonra deməli C dəyişir. Onda 3 dəfə gedəcək C-də. Olacaq A, B, C, D, Y, C, D, Y. Y olacaq. B-dən Y-yə gedəndə 3 vaxt artıranda nə olacaq? 1, 2, 3. Yox, C-dən gedirəm. C-dən 2 vahid gedəndə D olmur. C-dən 3 vahid getsən, bax, Y-dən 3 vahid gedəndə, B-dən 3 vahid getmişdim. 1, 2, 3. C-dən 3 vahid gedəndə 1, C, 2, D, F. D, hə, F 3 vahid elə gedən, hə, özündən gedir də. Mən Özün əlavə götürdüm. sayır. Onda F, sonra dollar 3 qalır. Sonra dollar Y-də qalır. Amma 5 dəyişəcək. 5-in üstünə 3, 8. 8-in üstünə 2 gələcək. 2 dəyişməyəcək tək olduğu üçün. Əla. Yaxşı. Sən mənim üçün yaz bunu. Bunu apar C9-a. Bax, buradakı sum səni çaşdırmasın. Sən bura bax. Bax, mötərizənin içinə. Ünvanlara bax. Onda sum qalır. Yəni, sum olduğu kimi qalacaq. Sum qalır. Hə, deməli B-dən C-yə bir dənə sətr gedib. Bir sütun. 2-dən də bir sütun gedibdir. 2-dən də 9-a 7 vahid artıb. Sonra C-dən onda gedəndə bir vahid olur D. Dollar 2. Sonra dollar D. 5 də dəyişəcək. 5 ilə də 7-ni toplayanda 12. Ay, sağ ol. Yaxşı. Qoy yəni fərqlisini verək. Çətin gəlmədi. Xeyr. Əla. Dollar B. Dollar 3. Var görək bunu. Orada J-dir. J5. C-dir. C. Hə. Deməli. Hə. J-dən D-yə geriyə olur da. 1, 2, 1, 2, 3. 3 dəfə geri. Demək necədir? A, B, C, D,
Y, F, G. Hı -hı. 3 dəfə onda geri olur. 9-dan da 5-ə. 9-dan 5-dən də elə 5-ə heç nə olmur. Hər şey öyle sıfır elə oldu. Demək sətirlər toxunmayacaq. Ancaq dəyişəcəksə nəyi? Sumları. Düzdürmü? Hə, necə dəyişəcəm? Onda deməli dollar B, dollar 3 qalır. Hı -hı. Sonra D dəyişəcək. D onda 3 dənə geri olacaq da. Aha. A, Hı -hı. Sonra A dollar 4. Üstə gələk dollar Y. 5-dən də heç nə dəyişmir deyə 5 də qalacaq. 8 elə olduğu kimi. ay sağ ol. Əla. Yaxşı. Gəl onda sənin də maraqlı bir dənə tapşırıq verim. Daha deyirəm ki sənə. Görüm bunu yaza biləcəksənmi? Diapazonla bağlıdır. Deyirəm ki sum C1 C3. Bu düsturun bir qiyməti 15-dir. Bax bunun qiyməti 15-dir. Həmçində deyirəm ki sənə sum C1 C4-ün də qiyməti 20-dir. Düzdür? O zaman səndən soruşuram ki, C4-ün qiyməti neçə olar? Bax, nə fikrin var? Necə? C1-lərin ikisi də eynidir və 15 ilə də 20-nin ortaq ədədi 4-dür. 4 nə idi? 5-dir. Onda C1 5-dir də yəqin ki. Sən necə, hansı məntiqlə getdin? Nəndə zəhmət olmasa? Mən deməli ikisində də C1 C1 var. Hı 15 ilə də 20-nin ortaq vuruğu 5-dir. -hı. İkisində C1 C1 var deyə onda bir C1-lərin ikisi də 5-dir. 15-də deyil elə 5 olanda o birisi 3 olacaqdı, o birisi 4. Yox, bax bilirsən necədir? Bax, sum bunun açılışı nə deməkdir? Bax C1-dən C3-ə qədər sum nə deməkdir? Sum C1 C3. Yəni C1-dən C3-ə qədər olan xanaların cəmi. C1-dən C3 diapazonu hansı xanalara istinad eləyəcək? C2. Bax, istinad eləyəcək C1, üstə gəl C2, üstə gəl C3. Düzdür? Sum nə deməkdir? Cəm deməkdir də. Bax, bunların cəmi neçə imiş? Bunların cəmi 15-dir. Düzdürmü? Bəs bunun açılışı nədir? C1, C2, C3, C4. C1, üstə gəl C2, üstə gəl C3, o da üstə gəl C4. Bu da neçə imiş? Bu da 20-dir. Düzdür? Əgər baba bu buradakı hissə, baba bunlar eynidir də, düzdür? Bunun qiyməti 15-dirsə, demək 15-in üstünə C4 gələndə 20 eləyibsə, C4-ün qiyməti neçə eləyib? 5. Aydındır? Bəli. Əla. Yaxşı. Birini də deyirəm buna aid. Həmişə bunları işləyəndə açılışını yaz, fərqə fikir ver. Deyirəm ki, sum A5 C5 bu 16-dır. Bunun qiyməti 16-dırsa, o zaman sum A5 bunun qiymətini tap. Necə olacaq? A5-dən C5-ə onda sumunda B də, yəni ABC kimi olacaq. Elə ki, A-dan, bax, görsən sətirlər eyni qalıb. 5-dir ikisi də, düzdür? Sətir dəyişməyib ki. Ancaq sütun üzrə gedib. Elə ki, bax, bu 5-ci sətir. Yəni onda B5 var. Necə?
A5, B5, C5. Ay, A5, B5, üstə gəlsin C5. Bu mənə neçə verib? 16. Bəli, 16. Bəs bunun açılışı nədir? A5, B5, C5, bir də D5. Hı. 3 dənəsi 16 edirsə, Bax, bu 16 nəyin qiymətidir? 3-ünün qiymətidir A, B, C-nin. Yox, bu nəyə bərabərdir? D5-ə. D5-in qiymətidir. Bax, bu Hə, D5. onda D5-in özü 16-dırsa, Hı. həmin 16 ilə də toplayanda 32. Bəli. Bax, gəl sənə göstərirdi buradan. Necə idi? Bax, gəlib D5-ə, hə. Yazıb neçəni? 16-nı. Düzdür? D5-in qiymətidir 16-dır. Özü D5-in qiymətini hardan al? D5-in qiymətini buradan al. Məsələn, qoy bu olsun, tutaq ki, belə yazaq da, bunu silək buradan. 16 olması üçün lap bu olsun 6, qoy bu da olsun 6, bu da olsun 12, bu da olsun 4. Şimdi mən buraya yazsam nə yazıb? Bu D5'e yazıb ki, bərabərdir sum, nə? A5-dən C5-ə qədər, düzdür? Name nə deməkdir? Name düstur xətasıdır. Yəni nəyəsə düz yazmamışam. Bir də yazıram. Bərabər sum. Sumu üzərinə vuranda, bura gələndə üzərinə 2 dəfə kliklə, bax bu mötərizə açılsın. Bu mötərizə açılandan sonra gəl bunu seç. Seçdim, bərabər qoydum, elədim neçə? Elədim 16, düzdür? İndi mən hesablayıram nəyi? Deyir ki, mənə tap indi bərabərdir sum, bax sum. Hardan hərəyə? A5-dən D5-ə qədər. Düzdür? Bax bu hissəni tap. Bu hissəni də tapıb bərabər qoyanda 32 oldu. Bu 64-ü mən özümdən vermişəm ki, cavab 16 olsun deyə. Aydındır? Bəli. Allah.